xəttli bərabər sürətli hərəkət və düz xəttli bərabər təcilli hərəkət bölməsində ətraflı yazılı cavab tələb olunan tapşırıqlar mövzusu ilə davam edirik. Birinci sualda. Sükunət vəziyyətindən 4 cm/saniyə kvadratı təcilli hərəkətə başlayan avtomobilin 5-ci dəqiqənin sonundakı sürətini hesablayın. Sükunət vəziyyətindən hərəkətə başlamaq demək, başlanğıc sürətin 0 olması deməkdir. Ümumi düstur V bərabərdir V0 üstəgəl AT şəklindədir. Amma burada V0 olmadığı üçün düsturumuz V bərabərdir AT formasına düşür. Buradan V bərabərdir. Təcilin qiyməti 4 cm/saniyə kvadratıdır. Zamanın qiyməti 5 dəqiqə. 5 dəqiqəmiz 300 saniyəyə bərabərdir. 1 dəqiqəmiz 60 saniyə, 5 dəqiqəmiz 300 saniyə. 300 saniyəni də yazdım burada. Bu da bərabərdir. 4'ü 300'ə vuranda olur 1200 cm/saniyə. 1200 santimetrimizdə 12 metrə bərabərdir. Yəni sualımızın cavabı olmalıdır. 12 metr/saniyə. İkinci sualla davam edirik. Sürəti V bərabərdir 2T üstəgəl 3 tənliyi ilə verilmiş cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafikini çəkin. Sürət tənliyində V bərabərdir V0 üstəgəl AT şəklində yazılır. Yəni burada T'nin əmsalında olan qiymət təcilin qiymətidir. T'nin qarşısında olan qiymət təcildir. Burada da T'nin qarşısında duran qiymətin 2 olduğunu görürük. Yəni təcil müsbət 2-yə bərabərdir. O zaman biz təcilin proyeksiyasına zamandan asılılıq qrafikini çəkmək istəsək, yazıram burada təcilin proyeksiyası, yəni AX, burada yazıram T və təcilin qiymətinin 2 olduğunu dedik. Bu şəkildə bir qrafik çəkirik. Bərabər təcilli hərəkətdir, təcil sabitdir və qiyməti 2-yə bərabərdir. Davam edirik 3-cü sualla. Yerdəyişməsi S bərabərdir 2T üstəgəl T kvadratı tənliyi ilə ifadə olunan cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikini çəkin. Yerdəyişmədən törəmə taparıq və sürət alırıq. S bərabərdir 2T üstəgəl T kvadratından törəmə alıram. Bu da olur Vx bərabərdir 2T'nin törəməsi 2, T kvadratının törəməsi isə 2T'dir. Gördüyümüz kimi bu hərəkət X oxu istiqamətində bərabər yeyinləşən hərəkətdir. X oxu istiqamətdə bərabər yeyinləşən hərəkətin sürət zaman qrafikini çəkirik. Vx-in T'dən asılılığı. Və burada başlanğıc sürətin 2 olduğunu görürük. O zaman qrafik 2-dən başlamalıdır və yeyinləşən hərəkət olmalıdır. Yəni yuxarı doğru gedən bir qrafik olmalıdır. 4-cü sualda 4 metr/saniyə başlanğıc sürətlə düz xəttli bərabər təcilli hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Koordinatın ən böyük qiymətini hesablayın. Koordinatın ən böyük qiymətini, yəni x-max'ı hesablamaq üçün x-max yazıram və ya buna s də yaza bilərik, bərabərdir. V0 xt bölünsün 2 düsturundan istifadə edirik. Bu da bərabərdir. Başlanğıc sürətin qiyməti 4 metr/saniyədir. 4'ü burada yazdım. Zamanın qiyməti 2'dir bölü 2. 2'lər ixtisar gedəndən sonra qalır geriyə 4 metr. Koordinatın ən böyük qiyməti 4 metrə bərabərdir. 5-ci sualda təcilin proyeksiyasını -6 metr/saniyə kvadratı verib və deyir ki, koordinatın ən böyük qiymətini hesablayın. Burada isə fərqli bir düsturdan istifadə edəcəyik. Yazıram x-max bərabərdir ax vurulsun T'nin kvadratı bölünsün 2. Buradan x-max bərabərdir. Təcilin proyeksiyası, yəni modulu desək, təcilin modulu 6'dır. Zamanın qiyməti 2'dir, kvadratı olur 4 bölü 2. Bu da bərabərdir. 6 4'ün 24, 2'yə bölərik 12 metr olar. 6-cı sualda hərəkəti 5 üstəgəl 3T üstəgəl 2T kvadratı tənliyi ilə ifadə olunan cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafikini çəkin. X bərabərdir 5 üstəgəl 3T üstəgəl 2T kvadratı tənliyində bizə lazım olan hissə buradakı 2T kvadratıdır. Ümumi tənlik necədir? X bərabərdir x0 üstəgəl v0 T üstəgəl AT kvadratı bölü 2. Deməli, buradakı 2T kvadratı əvəzində nə var? AT kvadratı bölü 2 var və ya tərsinəsi AT kvadratı bölü 2'nin yerində 2T kvadratı var. O zaman mən yaza bilərəm AT kvadratı bölü 2 bərabərdir 2T'nin kvadratı. Buradan təcili tapsaq A bərabərdir. T kvadratları ixtisar gedər. 2 ilə də 2'ni vurarsınız və təcilin qiyməti olar 4 metr/saniyənin kvadratı. İndi bizə istəyir cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafiki.
Yazıram burada AX, burada da yazıram T. Təcilin qiymətinin 4 olduğunu gördük. Deməli, burada 4 yazırıq və bu 4 sabitdir. Buralarda vahidləri də yazmaq lazımdır. Yəni, metr bölü saniyə kvadratı təcilin vahididir. Saniyə də zamanın vahididir. Bu da oldu təcilin proyeksiyasının zamandan asılılıq qrafiki. 7-ci sualda idmançı 4 saniyə ərzində 10 metr bölü saniyə sürətlə, sonraki 6 saniyə ərzində 13 metr bölü saniyə sürətlə hərəkət etmişdir. İdmançının orta sürətini hesablayın. Orta sürətini hesablamaq üçün ümumi yer dəyişməni ümumi zamana bölmək lazımdır. Ümumi yer dəyişməni tapmaq üçün 4-ü 10-a vururuq. Olur. Yəni, belə deyək də, düsturu yazaq. V1 T1 üstə gəl V2 T2 bölünsün T1 üstə gəl T2. Bu da bərabərdir. 4-ü 10-a vurduq 40, 6-nı 13-ə vurduq 78, böldük ümumi zaman fasiləsinə. Ümumi zaman fasiləsi də 4 saniyə buradadır, 6 saniyə də buradadır, bu da eləyir 10 saniyə. 40-ın üzərinə 70 gəlirik, olur 118 bölürük 10-a. 118-i 10-a böləndə alınır 11,8 metr bölü saniyə. 8-ci sual. Avtomobil yolun birinci yarısını 10 metr bölü saniyə, ikinci yarısını isə 15 metr bölü saniyə sürətlə getmişdir. Avtomobilin bütün yolda orta sürətini hesablayın. Bunun üçün orta sürətin düsturu var və orta bərabərdir. Yol neçə hissədən ibarətdir? 2 hissədən. Deməli, burada yazıram 2. Sonra bölünsün 1 bölü V1 üstə gəl 1 bölü V2. Bu da bərabərdir. 2 bölünsün 1 bölü 10 üstə gəl 1 bölü 15. Bu da bərabərdir. 2 bölünsün 30'da, yəni 10 ilə 15'in ortaq məxrəci 30'dur. 30'da 5, bu da bərabərdir. 30 yuxarı qalxır, 2 ilə vurulur, 60 olur. 60'ı da 5'ə bölsək, 12 metr bölü saniyə alarıq. Avtomobilin bütün yolda orta sürəti 12 metr bölü saniyəyə bərabərmiş. 9-cu sualda. Yolun birinci 3/1 hissəsini 10 km bölü saat, İkinci 3/1 hissəsini 60 km bölü saat, üçüncü 3/1 hissəsini isə 30 km bölü saat sürətlə getmişdir. Avtomobilin bütün yolda orta sürətini hesablayın. Bunun üçün də düsturu belə yazırıq. Orta sürət bərabərdir. Bax, 3 dənə hissədən ibarətdir. O zaman yuxarıda yazıram 3. Bölünsün 1 bölü V1, üstə gəl 1 bölü V2, üstə gəl 1 bölü V3. Bu da bərabərdir. 3 bölünsün 1 bölü 30, üstə gəl 1 bölü 10, üstə gəl 1 bölü 60. Bu da bərabərdir. 3 bölünsün 60 burada ortaq məxrəcdir. 2 üstə gəl 6, üstə gəl 1. Bu da eləyir 9. Düz dedikmi? 2 üstə gəl 6, üstə gəl 1. 8, o da eləyir 9. Aha. 60 yuxarı qalxdı. 60 ilə 3 vurulur 180, bölürük 9-a. 180-i də 9-a böləndə olur 20 km bölü saat. Deməli, avtomobilin bütün yolda orta sürəti 20 km bölü saata bərabərdir. 10-cu sualda. 2 maddi nöqtənin hərəkət tənliyi verilir. Hərəkətə başladıqdan 2 saniyə sonra ikinci nöqtənin birinciyə nəzərən sürətinin modulunu hesablayın. Birincinin hərəkət tənliyi bu formadadır. O zaman biz buradan V1'i tapsaq, V1 bərabərdir. 2T-nin törəməsi olur 2. V2'ni tapsaq, buna yazaq, vahidində yazaq, metr bölü saniyə. İkincini tapsaq, bax bu 4T kvadratından törəmə almağımız lazımdır. 4T kvadratının törəməsi də olur 8T. Zamanı nə qədər verib? 2 saniyə verib. O zaman 8 vur 2, o da bərabərdir 16 metr bölü saniyə. Bizə deyir ki, İkinci nöqtənin birinciyə nəzərən sürətinin modulu. Yəni V2 çıx, V1'i tapın deyir bizə. 16'dan 2'ni çıxarıq, cavabımız da olar 14 metr bölü saniyə. Davam edirik 11-ci sualla. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 6 saniyə müddətində cismin orta sürətini hesablayın. 6 saniyə müddətində cismin orta sürətini hesablamaq üçün ümumi yer dəyişməni ümumi zamana bölmək lazımdır. Ümumi yer dəyişməni tapmaq üçün də buradakı trapesiyanın sahəsini tapacağıq. Trapesiyanın sahəsini
tapmaq üçün yazıram V orta bərabərdir. Yəni orta sürət bərabərdir. Ümumi yer dəyişmə bölünsün ümumi zaman. Trapesiyanın sahəsini tapmaq üçün də oturacaqları topluyoruz. Oturacaqlardan biri 6'dır. Oturacaqlardan digəri 2 ilə 5'in arasıdır. Bax 2 ilə 5'in arası. Yəni 3'dür. 6 üstə gəl 3 bölünsün 2 vurulsun. Hündürlüyü isə 20'ye bərabərdir. 6'nın üzərinə 3 gələrək 9. 9'u 20'ye vuraraq 180, 180'in de yarısı eder 90 metr. Yani ümumi yer dəyişmə 90 metrdir. O zaman yazıram orta sürət bərabərdir. Ümumi yer dəyişmənin yerinə 90 metr yazıram. Ümumi zamanının da 6 saniye olduğunu görürük. 6 saniyeni de burada yazıram. 90 metr 6 saniye böləndə burada qiymət alınır 15 metr bölü saniye. 12. solda cismin hərəkət tənliyi x bərabərdir. T kvadratı çıx 6t üstə gəl 12 şəklindədir. Cismin dayandığı andaki koordinatını hesablayın. Bunu hesablamaq üçün bu tənlikdən, ümumi tənlikdən sürət tənliyinə keçmək lazımdır. O zaman yazıram V bərabərdir. Çünki cismin dayanması demək onun sürətinin sıfıra bərabər olması deməkdir. T kvadratının törəməsi olur 2t. 6t'nin törəməsi 6'dır. 12'nin törəməsi yoxdur. Yəni onu daha yazmırıq. Və dayandığı an üçün sürəti sıfıra bərabər edirik. Buradan t'ni tapsaq, yəni hansı zaman anında dayanacağını tapsaq 2 saniyə olar. T'ni tapdıq. İndi bizə nə lazımdır? Koordinatını hesablayın dediği için bu tənlikdə t'nin yerinə qiymətini yazdırıq. O zaman x bərabərdir. Ümumi tənliyi yazım t kvadratı çıxılsın 6t üstə gəl 12. Bu da bərabərdir. T'nin yerinə 2'ni yazıram. 13. sualda yenə oxşar sualdır. Cismin dayandığı andaki koordinatını hesablayın deyir. Yenə sürət tənliyinə keçirik. V bərabərdir. Mənfi 10 sabitdir, törəməsi 0'dır. 8t'nin törəməsi 8'dir. Mənfi t kvadratının törəməsi mənfi 2t'dir. Bunu sıfıra bərabər eləyirəm və buradan t'ni tapıram. T bərabərdir 4 saniyə olmuş olur. Koordinatını hesablayın dediği üçün t'nin yerinə qiymətini yazırıq. O zaman x bərabərdir. Mənfi 10 üstə gəl 8 vur 4 çıxılsın 4'ün kvadratı. Bu da bərabərdir. Mənfi 10 üstə gəl 32 çıxılsın 16. Bu da bərabərdir. 22 çıx 16 o da bərabərdir 6 metr. 14. sualda davam edirik. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmiştir. Bu cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılı qrafikini çəkin. Cisim x oxunun əksi istiqamətində bərabər yeyinləşən hərəkət icra edir. X oxunun əksi istiqamətində bərabər yeyinləşən hərəkətdə yer dəyişmənin proyeksiyasının zamandan asıllıq qrafiki aşağı doğru kvadratik bir funksiya kimi olmalıdır. Yəni aşağı doğru parabola olmalıdır. 15. sualda x oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asıllıq qrafiki verilmiştir. 4-cü saniyənin sonunda cismin sürətini hesablayın. İlk növbədə burada 4-cü saniyənin sonunda cismin sürətini hesablamaq üçün belə deyək, təcili tapıb hesablamaq olar və yaxud da V bərabərdir. Kök altında 2AS düsturu ilə də getmək olur. V bərabərdir kök altında 2AS. Çünki başlanğıc sürət 0'dır. Evet, burada da yenə təcili tapmaq lazımdır və yaxud hansı düsturdan istifadə eləmək olar? S bərabərdir. V üstə gəl V0 bölünsün 2 vurulsun T düsturundan getmək olar. Burada başlanğıc sürət 0 olduğu üçün düstur qalır S bərabərdir. VT bölünsün 2 şəklində. Bizə lazımdır V-ni tapmaq. O zaman yazıram V bərabərdir. T-ni yazdım məxrəcdə, 2S-i də yazdım kəsrin surətində. Deməli V bərabərdir 2S bölünsün T. Buradan V bərabərdir 2 vurulsun S-in qiyməti, yəni yer dəyişmənin qiyməti 64 metr. Keçən zaman müddəti də 4 saniyə. 4 saniyəni də yazdım burada. Bu da bərabərdir. 64 ilə 4'ü ixtisar apardıq, oldu 16. 2'ni də 16'ya vurduq, oldu 32 metr bölü saniyə. Deməli 4-cü saniyənin sonunda cismin sürəti 32 metr bölü saniyəyə bərabərdir. 16. sualda x oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Hərəkətin ilk 9 saniyəsində cismin yer dəyişməsinin proyeksiyasının modulunu hesablayın və yer dəyişməsinin proyeksiyasının zamandan asıllıq qrafikini çəkin. İlk növbədə buradakı yer dəyişməni hesablasaq, ilk 3 saniyə ərzindəki yer dəyişmə 6 vur 3, 18, yarısı da olar 9 metr.
Yəni cisim x oxu istiqamətində 9 metr yerləşmə icra edir və o necə hərəkət edir? X oxu istiqamətində bərabər yavaşlayan hərəkət icra edir. Deməli biz qrafiki çəkmək istəsək, yerdəyişmənin proyeksiyasının zamandan asılılıq qrafiki. İlk 3 saniyə ərzində 9 metr və bərabər yavaşlayan hərəkət. Bax, bu formada bir qrafik olmalıdır. X oxu istiqamətində bərabər yavaşlayan. İlk 3 saniyə zaman anı və yerdəyişmə də 9 metr. Sonraki 3 saniyə ərzində yenə 9 metr yerdəyişmə icra edir, amma bu dəfə x oxunun əksi istiqamətində. X oxu istiqamətində bərabər yeyinləşən, yəni qrafik olmalıdır bu şəkildə. Və burada da yazırıq 6 saniyə zaman anı. Sonraki 3 saniyədə yenə 9 metr yerdəyişməsi var, amma bu dəfə hansı istiqamətdə? X oxunun əksi istiqamətdə yavaşlayan hərəkət. X oxunun əksi istiqamətində yavaşlayan hərəkətin qrafiki də bu şəkildədir və 9 metr dediyi üçün 0-dan -9-a gəlmiş olur. Burada zamanı yazırıq, yəni 9-u yazırıq. Bu da olur yerdəyişmənin zamandan asıllıq qrafiki. 17-ci sualda yerə nəzərən sürətləri uyğun olaraq 3V və V olan iki cisim eyni istiqamətdə bərabər sürətlə hərəkət edir. Hər iki cismin sürətini 2 dəfə artırsaq, birinci cismin ikinciyə nəzərən nisbi sürətləri necə dəyişər? Birinci növbədə 3V ilə V-nin bir-birinə nəzərən nisbi sürətini tapmaq üçün 3V-dən V-ni çıxırıq və 2V qalır. İkinci halda hər birinin sürətini 2 dəfə artırsaq, 3V-ni 2 dəfə artırsaq 6V olar. V-ni 2 dəfə artırsaq 2V olar. 6V-dən də 2V-ni çıxsaq 4V olar. 2V idi, 4V oldu. Necə dəyişdi? 2 dəfə artdı. Cismin yerdəyişməsinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. 0T1, T2, T3 zaman aralığına uyğun əyrilər parabolanın qollarıdır. Bu cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafikini çəkin. 0T1 aralığında cisim x oxu istiqamətində bərabər yavaşlayan hərəkəti icra edir. Biz burada yazırıq V-nin T-dən asıllığı. Deməli bu aralıq nədir? X oxu istiqamətində bərabər yavaşlayan. O zaman mən x oxu istiqamətində bərabər yavaşlayan hərəkətin qrafikini çəkdim. Sürət zaman qrafiki. T1, T2 aralığında cismin yerdəyişməsi yoxdur. Yerdəyişmə yoxdursa, sürət də sıfırdır. Bax, bu şəkildə çəkirik. Sonraki aralıqda x oxunun əksi istiqamətdə bərabər yeyinləşən hərəkət icra edir. X oxunun əksi istiqamətdə bərabər yeyinləşənin də sürət zaman qrafiki bu şəkildədir. 19-cu sualda cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Bu cismin təcilinin proyeksiyasının zamandan asıllıq qrafikini çəkin. Sürət zaman qrafikində qrafik nə qədər yuxarı, nə qədər dik formada yerləşirsə, yəni buradakı bucaq nə qədər böyük olarsa, təcil bir o qədər böyükdür deməkdir. 3 hissədən ibarətdir qrafik. Bax, birinci hissə, ikinci hissə, üçüncü hissə. Birinci hissədə qrafik daha yuxarı, daha dik formadadır. Deməli, birinci hissədə təcil böyükdür. İkinci hissəyə keçəndə qrafik biraz aşağı doğru əyilir. Deməli, o hissədə təcil biraz kiçikdir. Üçüncü hissədə qrafik ən aşağı doğrudur. Deməli, təcil ən kiçikdir. Birinci hissədə təcil ən böyük. Sonra ikinci hissədə təcil biraz kiçik. Üçüncü hissədə isə təcil ən kiçik. Zaman anlarını da yazaq. Burası sıfırdır. 0 T1 aralığı, T1 T2 aralığı və T2 T3 aralığı. Bu da oldu təcilin proyeksiyasının zamandan asıllıq qrafiki. 20-ci sualda sükunət vəziyyətindən x oxu üzrə hərəkətə başlayan cismin koordinatının zamandan asıllıq qrafiki verilmişdir. Hərəkətin təcilinin proyeksiyasını hesablayın. Belə yaza bilərik. S bərabərdir AT kvadratı bölü 2. Çünki V0 yoxdur. Cisim sükunət vəziyyətindən hərəkətə başlamışdır. Burada yerdəyişmənin qiyməti 5-dən 15-ə yerdəyişmə var. O zaman 10 metrlik yerdəyişmə var. Yəni S-in yerinə biz 10 metr yaza bilərik. Təcili tapmaq istəsək A bərabərdir. T-nin kvadratını burada yazdım. 2S-i də yazdım yuxarıda. Buradan A bərabərdir. 2 vurulsun. S-in qiymətinin 10 metr olduğunu bayaq dedik. Zamanın qiyməti də 10 saniyədir. Kvadratı olur 100. Saniyənin kvadratı. Bu da bərabərdir. 10-la 100-ü aparsaq 10 qalar məxrəcdə. Məxrəcdə 10, kəsrin surətində 2. Yəni 0,10'da 2 metr bölü saniyə kvadratı sualımızın cavabıdır. 21-ci sualda
Sükunət vəziyyətindən x oxu üzrə hərəkətə başlayan cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Hərəkətin təcilinin proyeksiyasını hesablayın. Bayaqki kimi burada da eyni söhbətdir. A bərabərdir, düsturu təkrardan yazıram, 2s bölü t'nin kvadratı. Buradan A bərabərdir, 2 vurulsun. Yer dəyişmənin qiyməti bu dəfə 5-dən 25-ə. Yəni burada 20 metrlik bir yer dəyişmə var. Zamanın qiyməti yenə 10 saniyədir. Kvadratı olur 100 saniyə kvadrat. Bu da bərabərdir. Yuxarıda 40, aşağıda 100. 40 bölü 100 o deyilir 0,4 metr bölü saniyənin kvadratı sualımızın cavabıdır. 22-ci sualda avtomobil yolun 3'də 2 hissəsini 4 metr bölü saniyə sürətlə, qalan hissəsini isə 6 metr bölü saniyə sürətlə getmişdir. Avtomobilin bütün yolda orta sürətini hesablayın. Bütün yola, yəni ümumi yola biz S qədər desək. Yolun 3'də 2 hissəsi elə bil ki S'in 3'də 2'si. Yəni mən buna yazıram S1 bərabərdir 3'də 2 S. Yolun 3'də 2 hissəsidir bura. Geri qalan hissəsi isə S2 bərabərdir 3'də 2'nin geri qalanı 3'də 1'dir. 3'də 1 S. O zaman gəlin buradan biz orta sürəti hesablayaq. Orta sürət bərabərdir ümumi yol. Ümumi yolumuz nə qədərdir? S qədərdir. Bölünsün ümumi zaman. Və zamanı necə tapırıq? T bərabərdir S bölü V düsturu ilə tapırıq da. O zaman T1'in yerinə yazıram. Yazaq elə. S bölünsün. T1 üstü gəl T2 yazaq. Yəni ümumi zaman anı. Bu da bərabərdir. S'i yazdım burada. T1'in yerinə yazıram. S1 yəni 3'də 2 S. 3'də 2 S. Bölünsün V1. V1'imiz nəyə bərabərdir? 4 metr bölü saniyə bərabər. 4'ü burada yazdım. Üstə gəl. T2'nin yerinə də 3'də 1 S. 3'də 1 S. Bölünsün V2. Yəni 6. 6'nı da yazdım burada. Bu da bərabərdir. İndi S'lər burada mörtərizə xaricinə çıxıb ixtisar olunur da. Ona görə yuxarıda S daha getdi. 1 qaldı. Aşağıda da oldu. 12'də 2. Üstə gəl. 18'də 1. Bu da bərabərdir. 12 ilə 18, 12'də 2'ni də ixtisar aparsaq, burada qalar 6'da 1. 12'də 2'ni ixtisar apardıq, 6'da 1 qaldı. Bu da bərabərdir. 1 burada. 6 ilə 18'in ortaq məxrəci 18'dir. 3 üstə gəl 1. Bu da bərabərdir. 18 bölü 4, o da bərabərdir. 4,5 metr bölü saniyə, bu da cismin orta sürətidir. İki üzgüçü eni 40 metr olan çayın bir sahilinin O nöqtəsindən digər sahilinə üzür. Çayın axın sürətləri və üzgüçlərin suya görə sürət vektorları göstərilmişdir. Üzgüçlərin sahilə çatdıqları nöqtələr arasındakı məsafə neçə metr olar? İndi ilk növbədə çayın sürətinin baxın sağa doğru bir bölgü olduğunu görürük. Bunu hər iki üzgüçüyə əlavə eləmək lazımdır. Çünki üzgüçlərin öz sürətlərindən əlavə çayın da sürətləri var. Baxın, neçə bölgüdür? Bir bölgüdür. Çayın sürətinə fikir versəniz bir bölgüdür. Bu bir bölgünü gətirirəm, bir üzgüçüsünün üzərinə əlavə eləyirəm. Yəni bir üzgüçüsünün suya nəzərən sürətinin üzərinə əlavə eləyirəm. O zaman bu başlanğıc O nöqtəsindən bax bu şəkildə gedir. Bax oxun ucuna fikir verin. Buradan gəlib bu şəkildə bir yol izləyib bu nöqtəyə gəlməlidir. Eyni söhbəti iki üzgüçüsü üçün də deməliyik. Yəni onun da üzərinə çayın sürətini əlavə etməliyik. Çayın sürəti yenə də bir bölgüdür. Bax iki üzgüçüsü bu deyilmi? Bunun üzərinə elə bir ki çayın sürətini, yəni bir bölgünü əlavə etməliyik. O zaman bu da bu şəkildə olmalıdır. Çayın sürəti bir bölgü. İndi baxın. Yenə də başlanğıcdan O nöqtəsindən başlayırıq və bu şəkildə bir yol izləyib iki üzgüçüsü də buradakı nöqtədən çıxacaqdır. İndi bunların aralığındakı məsafə baxaq görək ki neçə bölgüdür. Baxın fikir verin, bura bir bölgüdürsə, bunun arasında bir bölgü, bir dənə yenə bu qədər məsafə var. Bax, bir bölgü, iki bölgü. İki bölgü məsafə var. Bunu başa düşdükmü? Başa düşdük. Yəni suyun sürətini əlavə etdik və belə deyək ki, bunların arasındakı məsafə iki bölgü olmuş oldu. Bir üzgüçüsü ilə iki üzgüçüsü arasındakı məsafə, bu məsafə iki bölgüdür. İndi bizdən nə istəyir? Bizdən istəyir ki, aralarındakı məsafə neçə metr olar?
Üzgüçünün deyir ki, iki üzgüçü eni 40 metr olan. Tamam. Eni 40 metrdir və hər bir bölgünün də 0,2 metr bölü saniyə olduğunu verib. Biz bu üzgüçlərin qarşıya nə qədər vaxtda çatacağını fikirləşsək, bir bölgü 0,2-dirsə, qarşı sahil nə qədər uzaqlıqdadır? Bax, 4 bölgü uzaqlıqdadır. O nöqtəsindən qarşı sahilə qədər 4 bölgü məsafə var. Bir bölgü 0,2-dirsə, 4 bölgü olar nə qədər? 0,8 metr bölü saniyə. İndi baxırıq. Bu ikisinin arası 2 bölgüdür. Neyse, bu qalsın yerində. Eni 40 metrdir deyir. Düzdürmü? Eni 40 metrdir. Neçə bölgü var yuxarı doğru? Yuxarı doğru 4 bölgü var. O zaman T'ni tapmaq istəsək, T bərabərdir S bölü V deyərik. Eni 40 metr olduğu üçün 40'ı yazıram. Yuxarı doğru sürəti də elə bil ki 4 bölgü, yəni 0,8. 40'ı da 0,8'e vuranda alınır 50 saniye. Deməli bu üzgüçlər 50 saniye sonra qarşı sahilə çıxacaqlar. Bəs bura nə qədər idi? 2 bölgü. Bir bölgü 0,2'dirsə, 2 bölgü 0,4 olmaz mı? Təbii ki olar, 0,4 metr bölü saniye. Bu V'nin qiymətidir. Bunu da T'ye vururuq, yəni 50 saniyeye vururuq. 0,4'ü də 50'ye vuranda alınır 20 metr. Yəni üzgüçlərin sahilə çatdıqları nöqtələr arasındakı məsafə neçə metr olar? 20 metr olar. Bunu bu şəkildə də düşünə bilərik. Başqa cürdə necə düşünə bilərik? Eni 40 metrdir deyir. Aha. Eni 40 metrdirsə 4 dənə bölgü var da, düzdürmü? O zaman hər bölgü nə qədərdir? 10 metrdir. Burada 10 metr, burada 10 metr, burada 10 metr, burada 10 metr. Bunların arasındakı məsafə 2 bölgü deyilmi? Bir bölgü 10 metrdirsə, o zaman 2 bölgüdə 20 metr olur. Yəni belə daha rahatdır. Əslində bu hər bölgünün sürətini verməsəydi də biz cavabı 20 metr olaraq hesablaya bilərdik. 24-cü sualla davam edirik. Düz xətt boyunca bərabər təcilli hərəkət edən cismin yer dəyişməsinin modulunun zamandan asılılıq qrafiki verilmişdir. Cismin başlanğıc sürətini hesablayın. Cismin başlanğıc sürətini hesablamaq üçün S bərabərdir V0 T üstəgəl AT kvadratı bölü 2 düsturundan istifadə edə bilərik. Amma burada bir məsələ var ki, biz S-i T-ni bilsək də A-nı, yəni təcili bilmirik. Təcili necə bilək? Baxın. N'inci saniyədə gedilən yol düsturu ilə. N'inci saniyə dediyim, bax burada birinci saniyədir. Birinci saniyədə nə qədər yol gedilib? 2 metr yol gedilib. O zaman biz yaza bilərik. Sn bərabərdir A bölü 2. 2 N çıxılsın 1 düsturundan istifadə etsək. Birinci saniyədə gedilən yol A bölü 2 vurulsun 2. Birinci saniyə çıx 1 bərabərdir. Bax burada yazmışıq 2. 2 metr yol gedir. Burada 2 yazdım. Buradan A bölü 2 vurulsun. 2'ni 1'e vurduk. 2, 1'i çıxdıq. 1 bərabərdir. 2 alındı. İndi A bölü 2 bərabərdir 2'dirsə, buradan A'nın qiyməti, yəni təcilin qiymətini 4 metr bölü saniyənin kvadratı alırıq. Bu təcilin qiymətini tapdıq. Məsələ demək olar ki, həll oldu. İndi bizə nə lazımdır? Bizə lazımdır başlanğıc sürət. Nə qədər yol gedilib? 6 metr. Nə qədər zaman ərzində? 2 saniyə ərzində. O zaman, bax, burada yazdığım düsturda S-in yerinə 6'nı yazıram. 6 bərabərdir. V0 vurulsun 2, üstə gəl. Təcilin qiymətini 4 tapdıq. Zamanın qiyməti 2, kvadratı 4, bölünsün 2. Buradan 6 bərabərdir. 2V0 üstə gəl. 4 4'üm 16, 2'ye bölərəm 8 olar. 6 bərabərdir 2V0 üstə gəl 8. 2V0 bərabərdir 2. Buradan V0'ı tapsam V0 bərabərdir 1 metr bölü saniyə olar. Deməli cismin başlanğıc sürəti 1 metr bölü saniyədir. 25-ci sualda sükunət vəziyyətindən X oxu boyunca hərəkətə başlayan cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikini çəkin və bu qrafikdən istifadə etməklə 4 saniyə zaman müddətində yer dəyişməsini hesablayın. Sükunət vəziyyətindən dediyi üçün başlanğıc sürət 0'dır. O zaman biz sürətin zamandan asılılıq qrafikini çəkmək istəsək, baxın,
V-nin T'dən asıllıq qrafiki. Başlanğıc sürət 0-dan başlayır. Buradakı fiqurun sahəsi nə qədərdir? Bu düzbucaqlıdır. Düzbucaqlının sahəsini tapmaq üçün 2-ni 4-ə vuruq, bura olur 8. Müsbət 8. Yəni 0-dan başlayır, 8-ə qədər artır. Okey. Sonra bu hissə mənfi olan hissə olduğu üçün, bax 4-dən 8 arası 4, aşağı doğru da mənfi 2. 4-lə 2-ni də vururuq, burada olur 8, amma aşağıda olduğu üçün mənfi 8. Yəni 8 çıxılsın 8. O da yenə 0-a düşür. Nə qədər zaman ərzində? 8 saniyə zaman ərzində. Bizə deyir ki, bu qrafikdən istifadə edin və yer dəyişməsini hesablayın, amma 4 saniyə ərzində deyir. Burada diqqətli olmaq lazımdır. 4-ü də burada yazdım. Bax, 4 saniyə ərzində yer dəyişməsini tapmaq üçün buradakı fiqurun sahəsini tapmaq lazımdır. S bərabərdir 8 vur 4 bölü 2. Çünki bu fiqur düzbucaqlı üçbucaqdır. 8 4-ün 32, yarısı da olur 16 metr. Deməli, cismin yer dəyişməsi 16 metrə bərabərdir. 26-cı sualda cisim 0T1 müddətində x oxu istiqamətində bərabər sürətli. Sonra deyir ki, bərabər yavaşayan, sonra da deyir ki, bərabər yeyinləşən hərəkət edir. Bu cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafikini çəkin. Sürətinin proyeksiyasının, yəni Vx, T'dən asıllığı. 0T1 aralığında cisim x oxu istiqamətində bərabər sürətli. Tamam. Bu aralıqda bərabər sürətli hərəkət etsin x oxu istiqamətində. Burası 0-dır, burada T1-dir. Sonra T1, T2 aralığında x oxu istiqamətdə bərabər yavaşayan. Tamam. Bura T1, T2 aralığında bərabər yavaşayandır. Sonra T2, T3 müddətində x oxunun əksi istiqamətində yeyinləşən hərəkət etsin. Burada oldu T2, T3 aralığı. Bu cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki yəni bu şəkildə olmalıdır. Birinci növbədə bərabər sürətli, sonra bərabər yavaşayan, sonra da bərabər yeyinləşən hərəkət. 27-ci sualda 2 metr bölü saniyə başlanğıc sürəti ilə düz xətli bərabər yeyinləşən hərəkət edən cismin sürətini 6 metr bölü saniyə qədər artırdıqda 8 metr yer dəyişmə icra etdi. Bu cismin sürətini həmən başlanğıc sürətdən 10 metr bölü saniyə qədər artırdığı zaman müddətində nə qədər yer dəyişmə icra edər? Yaza bilərik, deməli, S bərabərdir V kvadratı çıxılsın V0-ın kvadratı bölünsün 2A düsturundan istifadə edək, görək ki, nə alınacaq. Buradan A-nı tapsaq, A bərabərdir V-nin kvadratı çıxılsın V0-ın kvadratı bölünsün 2S yaza bilərik. Bu da bərabərdir. Sürətlərə baxırıq, 6 burada, 2 burada. 36 ilə 4 eləyir kvadratları. Bunların da fərqini tapanda 32 alınır. Bölünsün 2 vurulsun. Nə qədər yer dəyişmə? 8 metr yer dəyişmə. 8-i də burada yazdım. 32 bölü 16 o da bərabərdir 2 metr bölü saniyənin kvadratı. Yəni təcilin qiyməti 2 metr bölü saniyə kvadratıymış. İndi deyir ki, bu cisim sürətini həmən başlanğıc sürətdən, həmən başlanğıc sürət nə qədərdir? 2 metr bölü saniyədir. 2-dən indi 10-a qədər artıracaq. Baxaq görək ki, burada nə baş verəcək? S bərabərdir 10, deməli həmən başlanğıc sürətdən 10-a qədər artırdı. 10-un kvadratı 100-dür. 2-nin kvadratı 4-dür. 100 çıx 4 bölünsün 2A. Təcilin qiyməti də 2-dir. Bu da bərabərdir 96 bölü 4. O da bərabərdir 24 metr. Sualımızın cavabı olmalıdır. 28-də x oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asıllıq tənliyi verilib. Müşahidəyə başlanan andan keçən 5 saniyə müddətində bu cisim nə qədər yol gedər? Aha. Deməli, bu cismin biz gəlin sürətinin zamandan asıllıq qrafikini çəkək. V-nin T-dən asıllıq qrafiki. Başlanğıc sürət nə qədərdir? 6-dır. 6-nı yazdım burada. Nə qədər zaman müddətində dayanar sizcə? 3 saniyədə dayanar. Çünki T-nin yerinə 3 yazmaq lazımdır ki, sürət 0 olsun. Deməli, 3 saniyədə bu dayandı. 3-ü burada yazaram. Amma bizə deyir ki, 5 saniyə müddətində. O zaman bizə burada bir dənə də 5 yazmaq lazımdır. Bəs 5 saniyə zaman müddətinə uyğun sürəti nə qədər olar? Bunu tapmaq üçün T-nin yerinə 5 yazmaq lazımdır. V bərabərdir 6 çıxılsın 2 vur 5. O da bərabərdir 6-dan 10'u çıxarıq mənfi 4 olar.
Deməli, burada bizim də bir dənə də mənfi 4 yazmağımız lazımdır. Bax, belə bir dənə qrafik olacaqdır. Və bu fiqurun sahəsini tapmaq lazımdır. Yuxarıdakı fiqur düzbucaqlı üçbucaqdır. 6-nı 3-ə vurarsınız, 18, yarısı olar 9. Üstə gəl. Burada 3 ilə 5-in arası 2-dir, aşağıda 4 var. 2-ni 4-ə vurduq, 8, yarısı da olar 4. 9-un üzərinə də 4 gəldik. Gedilən yol 13 metrə bərabər olmuş oldu. 29. Cisim 5 saniyə müddətində bərabər sürətlə hərəkət edərək bu nöqtədən digər nöqtəyə hərəkət edib onun sürətinin modulunu hesablayın. İlk növbədə biz buradan x-i tapsaq, x çıxılsın x0 yaza bilərik. X nə qədərdir? 6. X0 nə qədərdir? Mənfi 2. 6-dan mənfi 2-ni çıxanda olur 8. SY-i tapaq bərabərdir. Y çıxılsın y0. Bu da bərabərdir. Y nə qədərdir? 1. Y0 nə qədərdir? Mənfi 5. 1-dən mənfi 5-i çıxanda olur 6. S-in özünü tapsaq, kök altında 8-in kvadratı üstə gəl 6-nın kvadratı eləyərik. Yəni kök altı 100 eləyərik. Buradan S bərabərdir 10 metrdir. Bizə nə lazımdır? Bizə lazımdır sürəti tapmaq. V bərabərdir S bölü T. S-in qiymətini 10 tapdıq, T-nin qiyməti 5-dir. Onu da 5-ə bölərsiniz. Özünüz belə bilməsəz kalkulatordan hesablayarsınız. Cavab olar 2 metr bölü saniyə. 30-cu sualda cismin hərəkət tənliyi x bərabərdir 20 üstə gəl 6t çıxılsın t kvadratı şəklindədir. Müşahidə başlanan andan keçən 5 saniyə müddətində cisim necə hərəkət edir? Cismin necə hərəkət etdiyini bilmək üçün biz sürət tənliyi almalıyıq buradan. Deməli, bundan biz törəmə alırıq. O zaman yazırıq v bərabərdir 20 sabitdir, törəməsi 0-dır. 6t'nin törəməsi 6-dır, t kvadratının törəməsi 2t'dir. Bizə indi deyir ki, müşahidə başlanan keçən 5 saniyə müddətində ilk 3 saniyə ərzində bu cisim x oxu istiqamətində bərabər yavaşayan hərəkət edəcəkdir. Baxın, qrafikini çəkəcəm. Burada v-nin t-dən asıllıq qrafiki. 3 saniyə bu cisim dayanır. Çünki t-ni yerinə 3 yazanda 2, 3-ün 6, 6-dan 6-nın çıxanda 0 olur. Yəni burada başlanan sürət 6-dır və bu cisim 3 saniyə ərzində dayanır. İndi bizə deyir ki, 5 saniyə ərzində 3 saniyə ərzində deməli bu isə x oxu istiqamətdə yeyinləşəndir. 0-dan aşağıda olan, daha doğrusu x oxu istiqamətində yavaşayandır. 0-dan aşağıda olan hissə isə x oxunun əksi istiqamətində yeyinləşəndir. İlk 3 saniyədə yavaşayan, sonraki saniyələrdə isə yeyinləşən hərəkət icra edir. 31-ci sualda x oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Hansı zaman anlarında bu cisim hərəkət istiqamətini və təcilinin proyeksiyası dəyişmişdir? Hərəkət istiqamətini dəyişdiyi anlar, bax, t oxunu kəsdiyi anlardır. T2 və T4 anlarında sürətin istiqaməti, başqa sözlə hərəkət istiqaməti dəyişmişdir. Təcilinin işarəsinin dəyişdiyi hissələr isə bax bu təpə nöqtələridir. Biri T1 anıdır, biri də T3 anıdır. T1 və T3 anlarında isə təcilin proyeksiyasının işarəsi dəyişmişdir deyə bilərik. Bugünlük bu qədər. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.